Allahu Ekber, Allahu Ekber. Qarabağa həyat qayıdır. Bugün Qarabağda məscidlər inşa olunur, kafir düşməndən intiqam alınıb. Son əsrdə bu görünməmiş bir şeydir, əziz müsəlmanlar. Müsəlmanların işğal olunmuş torpağı kafirlərdən geri alınır. Bugün biz Qarabağın dirçəlməsini gözlərimizlə görürük, şahidi oluruq. Buna görə Allaha həmd sənalar etməliyik. Ləin şəkartum ləəzidənnakum. Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram deyir uca Allah. Bugün Qarabağın hər bucağında yağı düşmən tərəfindən yıxılmış, dağıdılmış məscidlər düzəldilir, təmir edilir və ən gözəl şəkildə müsəlmanların istifadəsinə verilir. Məscidlər təhqir olunurdu. Bugün əlhamdülillah azadlıqdadır. Qarabağın hər bölgəsində böyük sevinclə məscidlər istifadəyə verilir. Vallahi, əziz müsəlmanlar, əminamanlıq böyük neymətdir. Bunun qədrini çox insanlar başa düşmürlər. Çox insan elə bilir ki, elə belə də olmalıdır. Ölkələr var ki, onların əminamanlığı gedib və bir daha qayıtmayıb. Allaha bu günümüzə görə çoxlu şükür etməliyik. Bu məscidləri görüb necə şükür etməyə bilər insan? İnsan bu neymətləri görüb necə sevinməyə bilər axı? Həmd olsun aləmlərin Rəbbi olan Allaha.